1970-ci illərdə SSRİ cənub sərhədlərini qorumaq üçün dünyanın ən güclü radarlarından biri olan Daryal tipli Qəbələ radiolokasiya stansiyasının tikintisinə başlayıb. 1985-ci ildə istifadəyə verilən bu stansiya 6000 km məsafəyə rədar olan ərazini izləyə bilirdi. Belə ki, hətta Hind okeanından buraxılan raket belə bu stansiyada anında görünürdü. 1991-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra obyekt rəsmən Azərbaycanın mülkiyyətinə keçib. Lakin idarəetmə hələ də Rusiya tərəfindən aparılır. 2002-ci ildə Bakı ilə Moskva arasında 10 illik müqavilə imzalanır. Müqaviləyə əsasən 10 il ərzində Rusiya radiolokasiya stansiyasını işlədəcək. Bunun müqabilində isə Azərbaycana illik 7 milyon dollar icarə haqqı ödəyəcək. 2007-ci ildə Rusiyanın bu stansiyadan Amerika Birləşmiş Ştatları ilə birlikdə istifadə etməyi təklif etməsi dünyada şok effekti yaradır və Qəbələ bir anlıq bütün dünyanın diqqət mərkəzinə düşür. 2012-ci ilin sonlarına doğru 10 illik icarə müddəti bitir. Azərbaycan icarə haqqını 3 milyon dollara qaldırır. Lakin Moskva bununla razılaşmır və 10 dekabr tarixində stansiya rəsmi olaraq fəaliyyətini dayandırır. 2013-cü ildə Rusiya ərazini tərk edir və obyekt tam şəkildə Azərbaycana verilir. Hazırda hərbi əhəmiyyətini itirən bu nəhəng beton konstruksiyanın söküntüsünə başlanılır. Sizcə bu ərazidə gələcəkdə nə tikilsə ölkəmiz üçün daha yaxşı olar? Şərhlərdə qeyd etməyi unutmayın.